Dövlətin kiber suverenliyinin təmin olunmasının elmi-praktiki problemləri mövzusunda Respublika konfransı öz işini seksiya iclasları ilə davam etdirib. AMİANın müxbir üzvü Ramiz Alquliyev və Texnika elmləri doktoru Yadigar İmamverdiyevin həmsədrliyi, Texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın elmi katibliyi ilə keçirilən Dövlətin kiber suverenliyinin təmin olunmasının elmi-texnoloji aspektləri adlı seksiya iclasında dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kiber suverenliyinin qarantıdır. Azərbaycanın rəqəmsal suverenlik indeksi, analitik və metodoloji yanaşma, dövlətin data suverenliyi, yanaşmalar və perspektivlər, şəbəkə kommunikasiya infrastrukturunun suverenliyi, problemlər, təhlükəsizlik məsələləri, risklər və həlli yolları, rəqəmsal məhkəmə ekspertizasının kiber suverenliyinin təmin olunmasında yeri və rolu, kiber suverenlik modelləri və onların müqayisəli təhlili, dövlətin kiber suverenliyi sahəsində elmi araşdırmaların vəziyyəti, multidisiplinar təhlil, trendlər və perspektivlər mövzuları üzrə məruzələr təqdim olunub, suallar cavablandırılıb. AMİANın müxbir üzvü Məsumə Məmmədova və Texnika üzrə fəlsəfə doktoru Ziyafət Əmirovun həmsədrliyi, Texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz İşğaliyevin isə elmi katibliyi ilə keçirilən Dövlətin kiber suverenliyinin təmin olunmasının elmi, siyasi, hüquqi və təşkilati aspektləri adlı seksiya iclasında isə süni intellekt əsaslı dezinformasiyanın yaradılması, tətbiqi və onunla mübarizə, dövlətin kiber suverenliyi və enerji təhlükəsizliyinə yeni tələblər, informasiya təhlükəsizliyi ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyəti və bəzi problemləri, süni intellekt əsaslı kiber təhlükəsizlik mexanizmləri və milli kiber suverenlik, virtual məkanda dövlətin lingvistik suverenliyi, dilin ekosistemi, problemlər və həlli yolları, əhalinin rəqəmsal savadlılıq səviyyəsinin dövlətin kiber suverenliyinə təsirinin araşdırılması və təhlili, dövlətin kiber suverenliyində intellektual potensialın rolunun təhlili və qiymətləndirilməsi və digər mövzular üzrə məruzələr təqdim olunub. Həmçinin dövlətin kiber suverenliyinin ümumi arxitektur prinsipləri və funksional komponentləri, problemlər və konseptual yanaşmalar, rəqəmsal dövlət platformasında sosial təhlükəsizliyin qiymətləndirilməsi mexanizmləri, dövlətin kiber suverenliyinin təmin edilməsi üçün milli proqram mühəndisliyinin formalaşması problemləri, kiber suverenlik konsepsiyası və onun dövlət təhlükəsizliyi sistemində rolu, mürəkkəb təsvirlərin tanınması, proqram paketi, arxitektura və praktik tətbiqlər, enerji sektorunda adaptiv kiber təhlükəsizlik, dinamik risk modelləri, darknet və dark web infrastrukturunun dövlətin kiber suverenliyinə yaratdığı risklər və təhdidlər, kibervalyutalar və dövlətin rəqəmsal suverenliyi, mövcud vəziyyətin təhlükəsizlik məsələləri və risklər və digər mövzularda məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.